Şəhid ailələri, qonaqlar, icazənizlə bugünkü tədbiri Şəhid Əhəd Ağayevin anım gününün bugünkü tədbirini açıq elan edək. Gəlin indi də Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək. Allah rəhmət eləsin. Konuşmaq üçün sözü Bayram müəllimə vermək istərdim. Buyursun. Hamınızı xoş gördük. Bəli, bugünkü tədbirdə çıxış eləmək həm mənim üçün qürurludur, həm də çətindir. İcazənizlə sizin vaxtınızı 5-6 dəqiqəliyə alardım. Bəli, könüllü şəhidimiz Ağayev Əhəd Bilaloğlu 17 yanvar 1986-cı ildə Astara rayonunun Mutluyata kəndində Ziyalı ailəsində dünyaya göz açmışdır. 1992-ci ilin sentyabrında Mutluyata kənd tam orta məktəbinin hazırlıq sinifinə qəbul olmuşdur. Həmin məktəbi 2004-cü ildə yaxşı qiymətlərlə bitirmişdir. 2004-cü il
iyul ayında hərbi xidmətə yola düşmüşdür. Hərbi xidmətini Naftalanda en sayılı hərbi hissədə yerinə yetirilmişdir. 157 sayılı hərbi hissədə yerinə yetirmişdir. Könüllü şəhidimiz Ağayev Əhəd Minaatan bölüyündə kiçik çavuş kimi xidmət etmişdir. 2006-cı il yanvar ayında ordu sıralarından tərxis olunmuşdur. Əhəd çox vətənpərvər idi. O həmişə söhbət zamanı deyərdi ki, torpaqlarımızın işğaldan azad olunmasında gərək mənim də əməyim olsun. Mən də bu azad olunmaqda iştirak edim. 2020-ci il iyul ayında mənfur düşmənlərimiz Tovuz istiqamətində atəşkəsi pozaraq bir neçə gün döyüşü davam etdirdilər. Həmin döyüşlərdə silahlı qüvvələrimizin yüksək rütbəli zabitləri, xüsusilə General Polad Həşimov, Polkovnik İlqar Mirzəyev və digər hərbiçilərimiz qəhrəmancasına şəhid oldular. Bu anda könüllü şəhidimiz Əhədin düşmənə qarşı nifrəti bir daha artdı. 2020-ci il iyul ərəfəsində bir çox könüllülər kimi Əhəd qardaşımız da Astara rayon səfərbərlik və hərbi xidmət üzrə çağırış məntəqəsinə gedərək orada qeydiyyatdan keçdi. O həmişə deyərdi ki, əgər müharibə başlasa, mən dərhal müharibədə iştirak etməkdən ötürü mən özümü könüllü yazdıracağam. 2020-ci il tarixində könüllü olaraq Astara rayon komissarlığına getdi və oradan da dərhal yola salındı. Bəli, 9 oktyabr 2020-ci il tarixində könüllü olaraq Astara rayon komissarlığına getdi və oradan da dərhal yola salındı. Şəhidimiz bir neçə günlük təlimdən sonra döyüşlərə qatıldı. Füzulinin, Cəbrailin azad olunmasında qəhrəmancasına vuruşdu. Əhədin arzusu sonadək vuruşmaq, düşməni doğma torpaqlarımızdan qovmaq və şəhidlərimizin qisasını alaraq qəhrəmancasına geri qayıtmaq idi. Təəssüf ki, Quvadlı istiqamətində gedən döyüşlərin birində könüllü şəhidimiz 27 oktyabr 2020-ci il tarixində başından ağır yaralanaraq şəhidlik zirvəsinə ucaldı. Könüllü şəhidimiz Əhədin nəşi 2 noyabr 2020-ci il tarixində doğma elində torpağa tapşırıldı. Əhəd şəhidimizin 3 övladı bizlərə əmanət olaraq qaldı. Allah bu gün balaları qorusun. Bəli, məlumdur ki, artıq həmin balalar böyüyür. Allah onlara can sağlığı versin. Allah Aysel gəlinimizə də can sağlığı versin. İnşallah onların xeyir işlərini görmək bizim hamımıza nəsib olsun. Şəhidlər heç vaxt ölmür. Onlar daim qəlbimizdə yaşayacaqlar. Könüllü şəhidimiz Əhəd Xocavəndin, Cəbrailin, Füzulinin azad olunması medalları ilə və Vətən uğrunda medalı ilə təltif olunmuşdur. Bəli, bugün cəmi şəhidlərimizin ruhu şaddır. Artıq hamımıza məlumdur ki, torpaqlarımız, yəni Azərbaycan Respublikasının ərazi bütövlüyü tam bərqərar olundu. Artıq Xankəndi şəhəri, Xocalı, Xocavənd, Zəngilan, Kəlbəcər və digər rayonlarımız azaddır. Bəli, yaxşı bilirik ki, həmin ərazidə Qarabağ torpaqlarında gedən quruculuq işləri demək olar ki, böyük vüsət almışdır. Bu ərazilər, yəni tam bərqərar olunandan sonra, yəni bərpa olunandan sonra bildiyimiz kimi artıq Respublikamızda qaçqın statusu da olmayacaqdır. Bəli, şükürlər olsun ki, artıq torpaqlarımız azaddır. Hamımıza məlumdur ki, 19-20 sentyabr 2023-cü il tarixində Azərbaycan Silahlı Qüvvələri cəmi 23 saat 43 dəqiqə ərzində keçirilən antiterror tədbirlərin nəticəsində separatçı qüvvələri dizə gətirdi. Nəticədə terrora antiterrorla cavab verildi. Yəni Ermənistan havadarları altındakı Xunta ağ bayrağı qaldırmalı oldu. 19-20 sentyabr 2023-cü il tarixində 192 nəfər hərbiçimiz
qəhrəmancasına şəhid oldu. Allahdan cəmi şəhidlərimizə rəhmət diləyir və qazilərimizə can sağlığı arzu edirəm. Bir daha bütün şəhidlər qarşısında baş əyirəm və demək istəyirəm ki, biz daim onlara borcluyuq. Çox sağ olun, diqqətinizə görə. Gel boyuna kurban, ay vatan ol. Kalbim kan ağlayır bu genç yaşında. Gel boyuna kurban, ay vatan ol. Şuşa yayladım, siz dumana kar bülbülüm, gözleri doldu. Topkana meşesi saçılıyor. Gel boyuna kurban, siz dumana kar bülbülüm, gözleri doldu. Topkana meşesi saçılıyor. Gel boyuna kurban, ay vatan ol. Ölmez vatan bölünmez, şehitler ölmez vatan bölünmez. Dönem başımıza neler ölmez vatan bölünmez. Gel boyuna. Məktəbimizin Ağsaqqal müəllim Müsavat müəllimə vermək istərdim. Allah cəmi şəhidlərimizi rəhmət eləsin. Ruhları şad olsun, məkanları cənnət olsun. Bütün şəhidlərimiz qəhrəmandır, bütün şəhidlərimiz əzizlərimizdir. Hər bir şəhid qəhrəman olsa da, amma hər bir qəhrəmanın özünün spesifik xüsusiyyətləri var. Əhəd qardaşımızın 44 günlük vətən müharibəsində vuruşub qəhrəmancasına həlak olmasında öz spesifikliyi var. Və belə Əhəd qardaşımız bu müharibəyə könüllü qoşuldu. Öz sinəsini düşmən gülləsinə sipər etdi. 20 il ərzində üzərimizdə olan ağır bir adı bizim üzərimizdən götürdü. Vətən torpaqlarını işğaldan azad elədi. Bugün hamınıza təşəkkür edirəm ki, belə bir möhtəbər yığıncığa yığışıbsınız. Şəhid xatırlanmayanda ölür. Əgər xalq, əgər vətən oğulları, gələcək nəsil onu xatırlayırsa, onu anırsa, deməli o yaşayır. Şəhidlər ölməz, vətən basılmaz. Cəmi şəhidlərimizi yenə rəhmət diləyirəm, ruhları şad olsun. Sağ olun. Şagirdi Ellada, Əlisra Alquşun Şəhid Əhədim şeiri. Şəhid Əhədim, ürəyindən min bir hissi boğaraq, qollarına tükənməz güc yığaraq, vətən deyib uğrunda can qoyaraq, yüz ölçərək birim biçən Əhədim, mərdanəlik dərsin keçən şəhidim. Gedişinlə ağrı acı qoymadın, üç balana acı həyat qıymadın. Xalqın bilir, həyatından doymadın, bir dünyaya qapı açdın Əhədim,
Oradan bura nurun saçdın şəhidim. Körpələrin hər ağlayan anında, göz bəbəyin ciyərparən yanında, nağıl deyir yoxluğunda, varında. Sən tarixdə nağıl oldun əhədim, vətənə ər, oğul oldun şəhidim. Qanın yerdə, gözün yolda qalmadı, arzuların tükənmədi, solmadı. Xoşbəxtsən ki, anan saçın yolmadı. Sən bir zirvə fəth elədin əhədim, sən yurduna nur elədin şəhidim. Məzarın da bir çəməndə yer aldı, gül çiçəkli o təpəcik yarıldı. O mübarək şəhid canın yar oldu, o əbədi mənzilində əhədim, ruhun ilə gəz elində şəhidim. Bacı ağlar, Qarabağlar başına, qardaşların heyif deyər yaşına, yarın əsrət qalsa belə qaşına. Üzülməyiz, zirvədəsən əhədim, sən bir ali yüksəkdəsən şəhidim. Mübarizdə şah zirvədə qalmısan, poladların ürəyinə dolmusan, Pəncəlinin qisasını almısan. Cənnətində yüksəl, ucal əhədim, sən Allahdan sonsuz gücal şəhidim. Sən zirvəsən, bugün, sabah, hər zaman. Bax, şəninə nur paylayır asiman, utanaraq yaxın gəlmir sis duman. Ol həmişə günəşlə tən əhədim, nur içində uyusan şən şəhidim. Əlisanın kövrək qəlbi dağlanır, sənə ürək şeir qoşur, bağlanır. Ey qəhrəman, sənin üçün dağ yanır, məğrur dayan, alnı açıq əhədim, vətən oğlu, igid, qoçaq şəhidim. Allah rəhmət eləsin. Allah bütün şəhidlərimizin bir rəhmət eləsin. İndi sözü Kənd İcra Nümayəndəsinin müavini Xoşud müəllimə vermək istəyirdik. Şəhid ailələri, hörmətli tədbir iştirakçıları, bugün hər birimiz üçün danışmaq çətindir, kövrəlirik. Fragmentə baxanda daha çox kövrəlirik. Amma eyni zamanda ürəyimizdə, qəlbimizdə bir qürur hissi var. 44 günlük 2-ci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın 30 ildən artıq işğal altında olan 20%-dən artıq torpaqları düşmən tapdağından azad olunur. Və bu müharibədə vətənsevər, vətənpərvər Azərbaycan oğulları yaralandı və şəhid oldu. Şəhid olanlardan biri də bugün anım tədbirinə toplaşdığımız qəhrəman övladımız Əhədir. Əhəd haqqında birinci çıxışda ətraflı söhbət olunur. Birinci onu deyim ki, Əhəd vətənpərvər bir ailədə böyüyüb boya başa çəkmişdir. Bu ailə birinci Qarabağ müharibəsinə bizimlə yanaşı oturan qardaşımız birinci Qarabağ müharibəsinin iştirakçısıdır. Eyni zamanda bu ailənin bir övladı da hərbi həkim kimi uzun illər ordumuzda xidmət göstərmiş və çoxlu qəhrəmanlıqlar göstərmişdir. Onu da qeyd edeyim ki, hal-hazırda da bu anına davam edir və Qədir qardaşımızın da övladı yenə hərbiçi yolunu seçərək Dövlət Sərhəd Xidməti Akademiyasına daxil olub bu il. Səhv etmirəm, daxil olub. Bu münasibətlə mən təbrik edirəm sizi. Arzu edirəm ki, çox gözəl bir hərbiçi olsun və öz xidməti ilə gələcəkdə bizim hər birimizə başucalığı gətirsin və buna əminliklə deyirəm.
Bəli, Tovuz döyüşləri zamanı, Tovuz hadisələri zamanı bilirsiniz ki, mənfur düşmən bizim strateji obyektlərimizi artıq hədəf götürmüşdür. Yəni, bura aid idi Bakı, Ceyhan, neft kəməri, qaz kəmərləri və s. Onları zədələmək istəyirdi. Bu zaman bizim müzəffər ordumuz müdafiəyə qalxaraq öz torpaqlarını, öz obyektlərini müvəffəqiyyətlə qurdu. Amma yenə də şəhidlərimiz oldu. Bu müharibədə, bu döyüşlərdə bizim qəhrəman generalımız Polad Həşimov şəhid oldu. Polkovnik leytenant İlqar Üzəyev şəhid oldu və bir neçə hərbiçimiz bu döyüşlərdə şəhid oldu. Və bundan hiddətlənən Azərbaycan xalqının qəhrəman oğlanları, qəhrəman övladları, eyni zamanda Əhəd balamız da hərbi komissarlığa gedərək orada döyüşlərə yazıldı. Yəni, qeydiyyatdan keçdi döyüşlərə getmək üçün. Bəli, bu işğal uzun müddət davam edə bilməyəcək. 2020-ci ilin sentyabrın 27-sində Azərbaycan ordusu artıq növbəti təxribata cavab olaraq Cənab Ali Baş Komandanımızın əmri ilə əks hücum əməliyyatına keçdi. Və bu zaman artıq imkan yarandı ki, bu qeydiyyatdan keçən övladlarımız artıq döyüşlərə qatılsın. Bu zaman Əhəd babamız da döyüşlərə qatıldı və qeyd olunduğu kimi bir neçə rayonun azad olunmasında iştirak etdi. Füzulinin azad olunmasında, Cəbrayılın azad olunmasında, Qubadlının azad olunmasında qəhrəmanlıq göstərərək bir neçə düşmən texnikasını və canlı qüvvəsini məhv etdi. Və növbəti döyüşlər Xocavənd istiqamətində gedir. Bu zamanda ağır döyüşlərin birində qəhrəman övladımız qəhrəmanlıqla şəhid oldu və şəhadətə yüksəldi. İnanın, şəhidlik hər kəsin qismət olan bir şey deyil. Şəhidləri Allah Taala özü seçir. Bu ən yüksək bir məqamdır. Şəhidlərimizi Allah rəhmət eləsin. Bizim üçün ən böyük təsəlli bizim müzəffər ordumuzun, şanlı ordumuzun torpaqlarımızı azad etməsidir. Ondan biz təsəlli tapdıq. Burada biz şəhidlərimizin qisasını almış olduq. Şəhidlər rahat uyudular. Şəhidlərimizin ruhu şad oldu ki, biz işğal altında olan torpaqlarımızı azad etdik. Əziz şəhid ailələr, bilirsiniz, sizin üçün çətindir, bizim üçün də çətindir. Aysel balamız üçün daha çox çətindir. Ona görə də bugün şəhid Əhədimizin bizə əmanət etdiyi, Azərbaycan xalqına əmanət etdiyi 3 övladı özü böyüdür, tək başına böyüdür, amma tək başına deyil. İnanın, biz sizlə, hamımız sizlə bir yerdəyik. Azərbaycan xalqı sizlə bir yerdədir. İnanın, Azərbaycan dövlətindən ən yaxın bizim hamımıza, eyni zamanda şəhid ailələrlə Azərbaycan dövlətidir. İnanın ki, Azərbaycan dövləti hər zaman öz qayğıları ilə sizin yanınızdadır. Və o da çox sevindirici haldır ki, və mən buna görə həqiqi mənada çox sevindim ki, Aysel balamıza dövlətimiz tərəfindən Bakı şəhərində 3 dağlı ev verildi və sağlığınıza qismət olsun. Allah Taala həmişə sizi orada xeyir işlər bu evimizdə keçirdəsiniz. Balalarımızın xeyrini həmin evdə keçirdəsiniz. Yaxşı oxusunlar bu balalar. Gələcəyimiz olsunlar. Azərbaycan xalqına layiqli övladlar olsunlar. Allah onları saxlasın. Allah onların xeyir işini bizim hamımıza nəsib eləsin, qismət eləsin. Bugün bizim torpağımız, yəni bu torpağımız qəhrəman övladlar yetişdirib. Mirzə Cəbiyevdən başlayaraq Sarvan Qurbanov, Bəxtiyar Rüstəmov, Kənan Hacıyev, Əhəd Ağayev və Pəncəli Teymurovlarımız kimi qəhrəman övladlarımız bax bu torpaq yetişdirir. Bu torpaq onları böyüdür. Və biz buna görə qürur hissi keçirdirik. Buna görə həmişə fəxarət hissi keçirdirik ki, həqiqətən bizim xalqımız qəhrəman xalqdır və bizim övladlarımız da qəhrəman övladlardır. Şəhidlərimizin yaxınlarına, doğmalarına səbir edirəm.
Allah ruhlarını şad eləsin. Allah qazilərimizə, yanımızda da indi Sahab qardaşımız bizimlə bərabərdir. Allah onların o sağlamlığını bərpa eləsin. Onlar öz sağlamlığına qovuşsunlar. Allah onların canını salamat eləsin. Və bir daha deyirik ki, Allah şəhidlərimizi rəhmət eləsin, şəhidlərimizin ruhu şad olsun, Allah sizlərə də səbir versin. Əziz şəhidlərimiz. 9-cu sinif şagirdi Gülay Əliyeva, şəhid anası. Titrək əllərinə alıb şəklini, ah çəkib ağlama şəhid anası. Dizlərin üstünə büküb belini, sellər tək çağlama şəhid anası. Baxırsan gəldiyi cığıra izə, quzu utardığı çəmənə düzə. Yaralı könlümü hey üzə-üzə, dünyanı dağlama şəhid anası. Nə deyim, nə yazım, qələmim donur, İlhamın dünyası odlanır, yanır. Sənin də özümünə yağıllar sınır, qara şal bağlama şəhid anası. Ruhu ildırımda şimşəklərdədir, Qarabağda əsən küləklərdədir, həsrətli, ümidli ürəklərdədir. Çox matəm saxlama şəhid anası. Allah rəhmət eləsin. Sözü şəhidin qardaşı Qədirə vermək istərdik. Buyursun. Hamınızı salamlayıram. Öz dəyərli vaxtınızı burada keçirdiyinizə görə hamınıza təşəkkür edirəm. Sizə müəllimlərimizə arzum budur ki, mən qardaşımın və digər şəhidlərin qanı hesabına kurulan bu dövlət qüvvətlərini gələcək nəslimiz, bu balaca balalarımız qorusun. Gələcək dövlətimiz, onların qanı bağısında qurulan bu dövləti, bu gələcək balalarımız göz qabağı kimi qurusun. Sağ olun. Sağ olun. Bizim bugünkü tədbirdə 44 günlük müharibənin canlı şahidləri olan 2 nəfər iştirak edir, 2 qazimiz. İstərdik ki, hər ikisi də öz sözlərini desin, yəni tarixi şahidlərimizdir. Buyurun, həm Sahab qardaşımız, həm də bizim hərbi müəllim Şəhriyar qardaşımıza söz vermək istərdik. Buyursunlar. Hörmətli şəhid ailələri, müəllimlər, biz bugün şəhid Əhəd Ağayevin 5-ci il dönümünə toplaşmışıq. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Bizim üçün söz demək o qədər çətindir, amma biz bu döyüşdə şəhid versək də qürurla bunu hər yerdə bütün bizim xalqımız deyir ki, bizim xalqımız qəhrəman xalqdır. Həm də ki, öz zəfərimizin 5-ci ili biz qeyd edirik. Biz arzu edirik ki, bundan sonra bizim xalqımıza o çətin günlər qismət olmasın. Gələcək gənclərimiz olan, o qarşımızda olan gənclərimiz vətənpərvər böyüsün. Biz şəhidlərimizi heç vaxt unutmarıq, unutmayacağıq da. Çünki onların arxasında bizim qəhrəman xalq durur. Onlara rəhmət eləsin. Onların qarşısına baş əyirik. Əziz şəhid valideynləri və ailə üzvləri və hörmətli tədbir iştirakçıları, hər birinizi salamlayıram. Bugün sizin qarşısına çıxış eləmək bir qədər çətin olsa da, bir qədər də qürurludur. Bugün şəhidimiz Ağayev Əhədin 5-ci il dönümüdür. Allah şəhidlərimizə rəhmət eləsin, Allah şəhidlərimizə yaxınlarına səbir edirəm. Şəhidlər bizim qəhrəmanlarımızdır. Bizim qəhrəmanlıq dastanları, hər bir qəhrəmanlıq dastanları yazmışdır. Allah şəhid valideynlərinə, ailəsinə səbir versin inşallah. Biz 44 gündə 20% torpaqlarımızı düşmən tapdağından azad etmişik. Biz 2020-ci ildə 27 sentyabrda Ali Başkomandanımızın tapşırığı ilə müharibə başlayanda biz hər birimiz xalq olaraq, hərbiçi olaraq, adamcısı olaraq hər birimiz sevə-sevə belə deyim də döyüşə qatıldıq və bu döyüşdə düzdür şəhidlərimiz oldu, qazilərimiz oldu.
və qazilərimiz oldu, amma 28-30 il ərzində işğaldan olan torpaqlarımız düşmən tərəfindən azad olundu. Burada Şahab da məni təsdiqləyir. Biz hərbiçi olduğumuza görə qonşu ölkələrdə, tədbirlərdə, kurslarda, yarışlarda iştirak etmişdik. Biz də həmişə yarışda qabaqca yetişəndə deyirlər ki, 3 milyon Ermənistan sizin torpaqlarınızı azad işğal edib və siz heç nə edə bilmirdiniz. Və bu alımızda həmişə qara ləkə idi və bu 44 günlük İkinci Qarabağ müharibəsində biz bu qara ləkələrimizi alnımızdan təmizlədik və bunun şəhidlərimizə borcludur. Allah şəhidlərimizə rəhmət eləsin, valideynlərinə, ailə üzvlərinə səbr diləyirəm. Çox sağ olun. Sağ olun. Biz də təşəkkür edirik. Allah sizə sağ olun. İndi sözü 9 sinif şagirdi Heyirlərli Çinaraya vermək istərdi. Şəhidlər şeiri. Buyursun. Şəhid adlı yaramı, düşmənlər duymasın bu fəryadımı. Bilmirəm, sevinim, ya ağlayım mı? Adın tarixlərə yazdı şəhidlər, haqqın dərgahına qalxdı şəhidlər. Ay ana, saçını dərddən ağartma, gəlib gedənlərdən oğlunu sorma. Qara bəxtim deyib yanma, alışma, adın tarixlərə yazdı şəhidlər, haqqın dərgahına qalxdı şəhidlər. Həyatda candan şirin, deyin nə var? Şehin candan keçdi, vətən üçün onlar. Əlbət yaşayacaq belə oğullar, adın tarixlərə yazdı şəhidlər, haqqın dərgahına qalxdı şəhidlər. Lələzadə Nuray. Şəhid adlı yaramı, düşmənlər duymasın bu fəryadım. Bilmirəm, ya ağlayım, ya sevinirmi, haqqın dərgahına qalxdı şəhid. Ay ana, saçını dərddən ağartma, gəlib gedənə oğlunu sırma. Oğlun haradadır desələr, qürurla söylə ki, şəhiddir, onu eləmədəm. İndi də sözü şəhidimizin qardaşı oğul Sənan balamıza vermək istərdi. Türkiyə, Azərbaycan. Millətik iki dövlət, eyni arzu, eyni dilək. Hər ikisi cümhuriyyət, Azərbaycan, Türkiyə. Bir ananın iki oğlu, bir ağacın iki qolu. O da olur, bu da olur, Azərbaycan, Türkiyə. Almina, şəhidim şeiri, 2-ci sinif şagirdi. Sayəndə sağaldı, Azərbaycan şəhidim. Qan axmaması üçün tökdüm qan şəhidim. Azərbaycan kimisən, öz yurdunun səsisən. Şəhidsən, ölməlisən, çox yaşayan şəhidim. Allah şəhidlərinizə rəhmət eləsin. Şagirdi Əsmaya. Buzdular ateşkəsi, şəhidim var vətən. Susmayır güllə səsi, şəhidim var vətən. Oğulların şəhid oldu, şəhidim var vətən. Torpaqlar qanla dolu, şəhidim var vətən. Allah şəhidlərimizə rəhmət eləsin. Hər bir Azərbaycan vətəndaşı şəhid ailələrinə borcludur. Yəni biz daim şəhid ailələrinin qayğısını çəkməliyik. Bunu dövlət səviyyəsində də biz görürük. Və bir daha onlara bir səbir diləyirik. Allah şəhidlərimizi rəhmət eləsin və bugünkü tədbiri bağlı elan edirik. Hamıya təşəkkür edirik. Burada iştirak edənlərə də öz təşəkkürümüzü bildiririk. Sağ olun.
Rabbil alamin. Selamun aleyküm. Ve inne inşallah bikum. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alamin. Thank you.